Yəqin ki, bir çoxlarınızın yadındadır bizim kəndimizin adının dəyişdirilməsiyle yaranan problem. Bilməyənlər üçün də qısa bir məlumat verim ki, bir müddət əvvəl bizim kəndimizin adını, daha doğrusu Yevlax rayon Əşəm kəndinin adını dəyişərək Əxşam qoymuşdular. Bununla əlaqədar təbii ki, kəndimizin ağsaqqalları, xüsusən də Əşəm kənd məktəbinin sabiq direktoru Tofiq müəllim və atam Elman Məbud Yevlax rayon icra hakimiyyətinə ərizə ilə müraciət eləmişdilər, amma mənim televiziyada olan çıxışımdan dərhal sonra bu işə reaksiya bildirildi və onlar icra hakimiyyətinə dəvət aldılar. Və orada izah edildi ki, bu kəndin adının dəyişdirilməsi bir neçə il öncə bələdiyyə sənədlərində yazılmış ada əsasən dəyişdirilib. Artıq heç bir şey mümkün deyil eləmək və yalnız kəndin adının keçmişdə tarixi adının Əşəm olduğunu sübut etdikdən sonra Milli Məclisə biz müraciət edərək adı yenidən dəyişə bilərik. Bu təbii ki, böyük bir işdir, çox çətin bir işdir. Amma mən inanmıram ki, kəndimizin adı Əxşam olub. Çünki illərdən bəri dildən dilə gələn bizim sevimli Əşəmimiz elə Əşəmdir. Sadəcə çox təəssüf hissi keçirirəm ki, hansısa bir mexaniki səhvə görə adı dəyişiblər. Ona görə də bugün qərara gəldim ki, nə qədər ki Bakıdayam, bu məsələ ilə biraz yaxından maraqlandım və hazırda gedirəm Azərbaycan Milli Kitabxanasına, Axundov adına kitabxanaya və biraz araşdırma edəcəm ki, görəsən keçmiş zamanlarda bələdiyyə hələ qurulmamışdan əvvəl bu kəndimizin adı həqiqətən də nə olub və bu barədə təbii ki, sizə məlumat verəcəm, amma siz də məni dəstəkləyin. Xüsusən də kəndimizin sakinlərinə üz tuturam. Təbii ki, həmişə məni dəstəkləmişsiniz, bugün də dəstəkləməyinizi xahiş edirəm ki, bizim problemin bir çözüm yolu olsun. Gəlib kitabxanaya çatdım. Onun möhtəşəmliyini gördüyümə görə bir daha əziz kəndimə minnətdaram. Burada yaşasam da heç gəlib çıxa bilmirdim bura. İçəridə isə hər şey çox rahat sistemdə qurulub. Az qala bizim asan xidmət mərkəzi kimi. Hər kəs çox mehriban. Əvvəlcə qeydiyyatdan keçib oxucu kartını aldım. Daha sonra informasiya mərkəzində əyləşən çox nəzakətli və köməksevər xanımlara dərdimi danışandan sonra iməclik edib axtarışa başladıq. Əvvəl 2007-ci ildə dərc olunan İnzibati Ərazi Bölgü kitabında Əxşam adını görüb çox məyus oldum. Yeni Yevlax. Yeni Yevlax qəzeti 36-61-də bizdə var. Ondan qabaq olmayıb. Bəs mətbuat Kitabın nəşrindən. Hə, bu kitab neçənci ilindi bax. Gördünüz burada Əxşam var. Aman Allah, neujeli? Yox, kitab 2007-də çıxıb. Araşdırmanı deyə bilmərəm. Bu 2007-də çıxan kitab bizə keçmiş lazımdır. Daha sonra eyni adlı kitabın 1961-ci ildəki nəşrində Axşam adını görəndə üstümə biraz su çiləndi. Amma daha da uzağa getmək lazım idi. Təəssüf ki, daha köhnə tarixi tapa bilmirdilər qızlar. Bu zaman məni dosta zəng xilas etdi. Azərbaycanın qocaman qəzetlərinin birinin sabiq redaktoru, jurnalist, tədqiqatçı və publisist və sonunda dəyərli bir insan məni istiqamətləndirdi. Onun məsləhəti ilə mən 1930-36-cı illərdə çap olunan qəzetləri axtarmalı oldum. Axı məhz 1930-cu ildə Azərbaycan SSR-ni rayonlara bölməyə başlamışdılar. Beləliklə, kəndimin əsl adını axtara-axtara daha 2 ada rast gəldim. Bəs görəsən, əsl adı hansı olacaq? Böyük ümidlərlə Dövrün Nəşriyyat şöbəsinə yollanırdım ki, daha bir kitab da tapıldı. O da 1933-cü ilə aid idi. Mən elə onun da sifarişini verib yoluma davam etdim. Yazın? Bəli. Maraqlı məqam o idi ki, neçə saat araşdırmadan sonra məlum oldu ki, bizim kəndimiz Yevlax yox, Ağdaş rayonunun tərkibində olub. İşim 1-ə 5 artdı. İndi mən həm Yevlax rayonunun ilk qəzeti Yeni Yevlax, həm də Ağdaş rayonunun ilk qəzeti Ağdaş Pambıqçısı qəzetlərini axtarmalı idim. Çünki Əxşam adına ancaq orada rast gələ bilərdim. Çox həyəcanlı idim. Çünki bu möhtəşəm yer əsl tarix vadisi idi. Heç ağlıma gəlməzdi ki, mən bir neçə dəqiqədən sonra nəinki kəndimin, hətta həm kəndlilərimin adlarına burada bir-bir rast gələcəm. Özlərini tanımasam da, onlar elə heç özləri də bilmədən tarixə düşmüşdülər. Dəfələrlə yanından keçib getdiyim Axundov kitabxanası mənim kəndim və kəndçilərim haqqında məndən çox bilirmiş. Tapdım, axır ki tapdım. Bəli, axır ki kəndimin adını tapdım. İlk dəfə Əxşam adına Ağdaş Pambıqçısı qəzetinin 1936-cı il 11 fevral tarixində 8 mötərizədə 222-ci nüsxəsində rast gəldim. Bundan sonra da dəfələrlə o ada həmin qəzetin müxtəlif nömrələrində rast gəlinir.
o qədər xoşbəxt idim ki, sanki bir dolu küp qızıl tapmışdım. Durub xoşbəxtlik içində oranı tərk edəcəkdim. Axı ən keçmiş tarixə rast gəlinən ad Əkşəm idi. Demək, digərləri sonradan düzəlmə, ola bilsin rus dilinə tərcümə zamanı yaranan ad və ya elə gözlədiyim kimi də texniki səhv idi. Amma birdən yadıma bu şöbəyə gələndə tapılan və oxumaq üçün sifariş etdiyim kitab düşdü. Axı o daha köhnə ildə, yəni 1933-cü ildə yazılmışdı. Elə bil başıma bir qazan qaynar su töküldü. Heç onu oxumaq istəmirdim. Axı birdən oradan yenə başqa ad olar. Dərhal başımın üstündə peyda olan qara mələk dedi ki, dur şələ-şüləni yığ, get. Lazım olanı tapdıq. Elə ilk addım atmışdım ki, ağ mələyin mənə zillənmiş süzgün sərt baxışını görüb təslim oldum. Ürək döyüntüsü içində özümü sürüyə-sürüyə aparıb həmin kitabla üz-üzə qoydum. Deməli, indi burada da axtaraq görək, nə tapırıq. Dərindən nəfəs alıb, kitabı açıb vərəqlədim. Axı ürəyimə danmışdı ki, burada nəsə başqa da olacaq. Elə də oldu. Amma yenə də əvvəl heç ciddiyə almadığım Axşam adı məni təəccübləndirdi. Əhvalım biraz korlansa da, Axşam adının xoşuma gəldiyini və axır ki, Əkşəm adının hardan qaynaqlandığını anlayıb biraz sakitləşdim. Üstəgəl də maraqlı məqamlar bu qarışıq hisslərimə biraz işıq saçdı. Hər halda bizim kəndimizin 92,1%-nin türk olduğunu bir daha görüb ürəkləndim. Amma bu son deyil. Bu yeni araşdırmaya bir təkan oldu. Sanki araşdırmacı xəstəliyinə yoluxub oranı tərk etdim. Ovqatımın da aşağı olması normaldır. Bir gündə 4 dəfə haldan hala düşdüm. Əgər sən də kəndimizin 30-cu illərdən əvvəl əsl adının nə olduğunu bilmək istəyirsənsə, bu videonu qonşularla, qohumlarla paylaş, bol-bol şərh yaz və bəyən ki, bu video hər kəsin qarşısına çıxsın. Abunə də deyilsənsə, abunə ol. Bəlkə də elə insanlar görəcək ki, onların da nəsə dəlilləri və sübutları olacaq. Elə mənim üçün də bir motivasiya olar, çünki növbəti yolum arxiv idarəsinə olacaq. Orada isə iş daha çətindir, çünki telefondan istifadə etmək olmaz. Bir də onu deyim ki, kəndimizin tarixi o qədər uzaqlara gedir ki, elə bu barədə də bir çox faktlarla qarşılaşdım. Və onlar haqqında da sizə növbəti videolarımda danışacağım. Çünki kəndimizin tarixini nə qədər çox bilsək, nə qədər çox maariflənsək, bir o qədər hünərlə onun adını qoruya biləcəyik. Sağ olun. Ay hoş gelmişsin.